Baxın, siz deyirsiniz ki, orada ruh məsələsinə toxunur da, yəni Quranın özündə də. Sadəcə olaraq Quranın özündə mən səhv eləmirəmsə, onlar orada reinkarnasiyanın ümumiyyətlə qarşısına gəlir də, yəni deyir ki, yoxdur belə bir şey. Yəni o yoxdursa ruhu qəbul eləmək biraz nəsə düz gəlmir. Yəni əvvəla Qurani-Kərimdə reinkarnasiya var. Var. Həm də bu söhbətimizdən biraz kənara çıxır. Prosta sadəcə olaraq bir dənə dəqiqləşdirmək istədim ona görə. Biz sizi öldürdük, diriltdik, öldürdük, yenə diriltdik. Biz sizi öldürəcəyik və sonra dirildəcəyik. Yəni 3 dəfə. Quran-Kərimin ayəsidir, mən özümə demirəm. Yəni reinkarnasiyadır da. Bu sadəcə dəqiqləşdirmək istəyirəm. Yəni Quran-Kərimdə bu var. Amma bunun üstündə çox dayanmırlar. Niyə? Hətta belə bir sual da meydana çıxır ki, yaxşı, tutalım ki, birinci kərə öldürüldü insan. Öldü də, yarandı və öldü. Bəs onun necə qiyamətdə cəzası olacaq ki, bu ikinci dəfə diriləndə? Burada çox maraqlı bir iyerarxiya məsələsi var. Məsələn, birinci dəfə bu anadan olub şahın ailəsində və yaxud da imkanlı bir ailədə. Özünü yaxşı aparmayıb, günahları çox olub. Bu təzədən Allah Teala bunu qismən aşağı təbəqənin ailəsinə dünyaya gətirdir. Buna cəza verir də. O vaxt nə istəyirsən, əlində bütün imkanlar var, yaxşılığı istifadə eləmədin. İndi gəlib düşmüsən imkansızlıq bir şərait. Buna ruhu sıxılır, partlayır ki, bu nədir, belədir. Yenə nəsə bir şey eləmək istəyir. Səbəb, bir dənə də sual verim. Bu, məsəl üçün, Allah Teala insana bir cəza verirsə, onu kamil və cahilliklə vermir ki, onu var dövlətlə verir o da. Mən məsəl üçün dedim. İstənilən adam, lap elə kasıb adam da, varlı adam da istəsə əgər kamilləşə bilər. Kasıblıqdan da kamilləşə bilər. Ancaq həmin adamın xarakterində kamilləşmə ideyası yoxdur. Bu dünyanın adamıdır. Bədən adamıdır, ruh adamı deyil. O cəzalanır. Nəhayət, əgər başa düşürsə, əlbəttə ki, bu nicat tapır. Başa düşmürsə, vəssalamda günahkarlardan olur. Firdun bəy, bəs Nəsimin özü nəyə etiraz edirdi ümumiyyətlə? Nəyə etiraz edirdi? Nəyə etiraz edirdi? İnsanların kamil olmamasına, insanların Allahı dərk eləməməsinə, insanların ilahi sözün mahiyyətinə varmamasına, yəni bugün mən kimlərdənsə imkanlıyam, onları əzirəm, düz eləyirəm, bu mənim haqqımdır, ideyasına qarşı çıxırdı. O başa salmaq istəyirdi ki, hər şeyin həyatı Allah tərəfindən verilib. Lap elə qarışqanın da, lap elə mikrobların da ruhsunu Allah Teala verir. Lap istəyir, lap belə ən nəhəng heyvanlar olsun. Fil olsun, nə bilim, dəvə olsun. Allah Teala bunun da ruhsunu verir. Fil, məsələn, 500 kilo hər gün meyvə yarpaq yiyir. 500 kilo. Bunu saxlamaq asandır be. Amma insan nə qədər yiyir ki? Yaxud da hüceyrədə yerləşən tutalım ki, hər hansı bir, lap elə hüceyrənin qidalanması, onun qidaya nə qədər bunun vəsait gedir ki? Hamısının nə varsa, külli yaradılışın ruhsunu Allah Teala verir. Bu mənada insan bunu dərk eləməlidir. Sənə bugün tutalım ki, imkan veribsə, sən ondan ehtiyacı olanlarla bölüş. Yoxsa hələ adamlar var da, məsələn, gözü doymur. Gözü doymur. Gəlir, oturur, 10 adamın yeməyini yiyir. Amma bu mədə də belə bir şeydir ki, əslində 3 litr tutur da. Sən 5 litr yedin, o böyüdü, çıxdı qabağa. Çox da yiyəcəksən, partlayacaqsən də. Bədən üçün yaşayır da. Məsələn, kimi deyim, Krılovu məsələn heç kəs çağırmırdı məclislərə. Çünki o vəhşicəsinə yiyirdi. Və yiydi, partladı, öldü. Mədəsi cırıldı, öldü. Əli Nəzmi adında bir şairimiz olub, satirik şairimiz. Müharibə vaxtı bunun bir kitabı çap olunub və qanarar alıb. Aclıq dövrü idi də. Gedib oturub bir əsərdə oxu deyib ki, onun da mədəsi cırılıb ölüb. Allah rəhmət eləsin onlara. Amma məğz belə də insanın gözü doymur. Bəlkə də o normal yesəydi, hər gün o puldan gəlib istifadə edib yesəydi, hələ bir neçə ay yaşayardı.
Amma bir nəfəsə o qadarını yeyəndə gözün aclığını doydurmaq çox çətindir. Mədənin aclığı elədir ki, qaydasından işləyir, amma göz ac olanda əlbəttə ki, onu doydurmaq çox çətindir. İndi Nəsimi bütün bunları cəmaata izah edirdi. Cəmaatla kontakta girib onları başa salmaq istəyirdi.